Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə abituriyentlər üçün ingilis dilindən nəşr etdiyi test toplusundan bugün biz verbs and non-finite forms of the verb bölməsinə baxacağıq. Deməli, birinci test tapşırığına baxırıq. Burada biz nəyə diqqət edəcəyik? Kompleks object qaydasına. Feilimiz make'dir. Make'dən sonra bilirik ki, ikinci feil to-suz işlənməlidir və yaxud da onun sonuna ayıncı artırılmamalıdır və yaxud da digər formalar, ümumən be infinitive formasında olmalıdır. Məsələn, take'dirsə, feilimiz elə take olaraq qalacaq. Cavabımız B-dir. Taking ayıncı artırmaq olmaz. Is taking formasına hər hansı bir zamana çevirməyimiz doğru deyil. Qarşıda to işlətmək doğru deyil və yaxud da s artırmağımız da düzgün deyil. Ona görə cavabımız B variantı olur. İkinci test tapşırığında isə baxırıq. Burada yenidən feilimiz make feilidir. Make'dən sonra ikinci gələn feil yenə be infinitive formasında gəlməlidir. Agree. Üçüncü tapşırığa baxırıq. Advice feilini görürük. Advice feili üçüncü qrup feilidir. Ondan sonra gələn ikinci feil olacaq to obey. To'lu olmalıdır. Expect də özündən sonra feili to ilə qəbul edir. To speak. Yine expect'i görürük. To say. Daha sonra askı görürük. Üçüncü grup olduğuna göre to come. Yine askı görürük. To join. Eyni formalı gedir hər iki. Sonra expect yine üçüncü formada olacaq burada to behave. 9-cu tapşırıqda let'i görürük. Let birinci grup feildir. Make ilə let özündən sonra feili be infinitive formasında alır. Ona görə burada cavabımız B olacaq. 10-cu test tapşırığında let'i yenidən görürük. Cavabımız A'dır. 11-ci test tapşırığına baxaq. Deməli burada I love görürük. Üçüncü grup feildir. To go işlənəcək. Make'i görürük. Learn işlənəcək. Be infinitive formasında. Yine make'in geçmiş zaman made'i görürük. Burada fon olmalıdır. Daha sonra ask üçüncü grup feilidir. To apply. Made'i görürük. Discuss formasında işlənməlidir. Daha sonra askı görürük. To stay. Yine askı görürük. To wait. Üçüncü grup olduğuna göre. Want'ı görürük. Üçüncü grupta to support. To ilə işlənməlidir feil. Want'ı görürük. Yeniden to delay. 20-ci test tapşırığında want üçüncü grup olduğuna göre to come. 21-ci test tapşırığında isə ikinci tərəfdə to verilib. Və burada biz feili özümüz seçməliyik. Want hansı qrupdur? Əlbəttə ki, üçüncü grup. Ask üçüncü grup. Ordered üçüncü grup. Told üçüncü grup. Qaldı made. Made özündən sonra, yəni made'in geçmiş zamanıdır. To-suz feil və yaxud da ayıncısız feil qəbul edir. 22-ci test tapşırığına baxırıq. Let'i görürük. Let'dən sonra feilimiz nə olacaq? Be infinitive cut. Ask'dan sonra üçüncü grupdur. To bring. Yine advice'dan sonra to conduct. Promised to sign. Üçüncü gruplardır bunda. Birinci ve ikinci grup əzbərləsəniz artıq üçüncü grup rahat. Yəni yerdə qalan feillər üçüncü grupdur. Burada askı görürük. To check. Promised üçüncü grupdur. To implement. Daha sonra 28'e baxırıq. Advice. Deməli burada olacaq to avoid. Made. To-suz olacaq. Take. 31-ci test tapşırığına baxaq. Deməli 31'də biz feilimizi görürük. Wanted olacaq to restart. 32'də askı görürük. Asked to conduct. Daha sonra 33'e baxırıq. Askı yenidən görürük. To review. Yenə askı var gördüyümüz kimi. To prepare. Made varsa prepare. Be infinitive işlədirik. 36'ya baxırıq. Expect'dən sonra to'lu ifadə istifadə edəcəyik biz. D variantı 37'də advice'dan yenə sonra biz to avoid, yəni to'lu feil istifadə edirik. Try'dan sonra to'lu feil deməli istifadə edirik, qəbul edirik. Try özündən sonra to'lu feil. 39'a baxırıq. Made işlənib özündən sonra be infinitive tələb edir. 40'a baxırıq. I love to'lu ifadə. To sign. 41'də asked var. Ask'dan sonra to update. Yenə ask var. Yenə to'lu ifadəni seçirik. 43'ə baxırıq. Ask'dan sonra yenə to analyze. 44'e baxaq. 44'te expect'ten sonra to'lu yine feil. 45'te I love'dan sonra to'lu feil. Ask'tan sonra yine to'lu ifade seçirik. Want'tan sonra to verify. Expect'ten sonra üçüncü grup olduğuna göre yine to'lu ifade seçirik. To'lu feil. To publish. 49'a baxaq. Ask'ı da görürük. To approve. Ve 50'de wanted. To respect.